Ladies and gentlemen, referee Jim Perdios has called a stop to this contest at 4 minutes, 28 seconds of round number 3. Declaring the winner by TKO, Tahir Tag Abdullayev. I'm here with the winner, Tahir Abdullayev. Tahir, how good does it feel to get the victory? Obviously it was a slow start, but you got the job done in the third round. How good does it feel to get your first UFC victory, but more importantly, to get it done here in Baku? Bakıda ilk 3. raunddaki qələbən necə keçdi? Özünü necə hiss edirsən? Özüm bomboşum istəyirəm. Hər şey ləbə bomboş. Hər şey alada, sağ olun. Mən bunu gözlədim ki, məndən qaçacaq. Bu başqa bir variantı yoxdur, çünki mən tankam, kimlə qarşılaşacaq, kim mənlə davaya gələcək, mən onunla aşıracam, fərqi yoxdur. O hansı, haradan Braziliya, hansı ölkədən olsun, mən Masalının və Sumqayıtın güləşin təmsil edirəm. Mən güləşdə də gücləyəm, Udarkada da prosto məndən qaçdı. Hamımızda yatmayın, o ayından dəstək olun. All right, I'm the tank, so I feel great about it. I've held the victory on the third round, and I'm not gonna back down, and I'm always gonna hold the victory. Well, congrats on the win and your successful UFC debut. Your winner, ladies and gentlemen, Tahir Abdullayev.